Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının 7-ci turunun Ordu ilə maçında xilasedici komandasına texniki məğlubiyyət verilməsinin səbəbi bəlli olub. Buna səbəb xilasedici komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi, İdman Sağlamlıq Klubunun rəisi Polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub. Belə ki, hakimlərin challengedə qərarları ordunun xeyrinə verməsi Füzuli Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra o, bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur deyib, rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrəb Gözəlbəyli ikinci setin sonlarında maçı dayandırmalı olub. Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus ordu komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki, yalnız xilasediciyə texniki məğlubiyyət verməklə kifayətlənib. Qeyd edək ki, Füzuli Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.